Qazi Əliyev Elvin Tapdıq oğlu Beyləqan rayonunun Əhmədli kəndi stansiya Xalacda yaşayır. 90-cı il təvəllüdlüdür, 3 uşaq atasıdır, 44 günlük Qarabağ müharibəsinin iştirakçısıdır. Müharibə vaxtı Qazi bir neçə yerindən güllə yarası alıbdır, bir də başından zərbə alıb. Başından aldığı zərbədə onun demək olar ki, tam iş qabiliyyətini itirməyinə səbəb olubdur. Güclü müalicələr lazımdır. Əsəbləri yerində deyil. Danışarkən kəkəliyir, özünü idarə eləyə bilmir. Hal-hazırda qazimiz Bakıda Məşdağa xəstəxanasında müalicə olunur. Qazinin 3 evladı var, 3-ü də məktəb yaşındadılar, məktəbə getməlidirlər. Amma ailənin maddi durumu bərbad vəziyyətdə olduğuna görə uşaqların heç biri məktəbə gedə bilmirlər. Devlət tərəfindən heç bir yardım almırlar, sosial yardımları yoxdur, köməklik yoxdur. Qazinin xanımı neçə dəfələrlə Beyləqan rayonunun icra hakimiyyətinə gedib, onlardan iş tələb eləyibdir, amma işlə təmin eləmirlər, hətta xanımı bir lağa da qoyurlar. Əliyev Agil Tofiq qızı 1985-ci ildənəm. Mənim yoldaşım bu 2-ci Qarabağ döyüşçüsünə getdi, səfərbərliklə apardılar. İndi o gələndən sonra hara müraciət elədim, yoldaşım da özüm də əlilliyin verənmədi. Yoldaşınız qazidir? Bəli, bəli. Üstəsiz adın hamısını verilib, əlilliyin verilmədi. Hansı yerdə döyüşüb, hansı yerdə yaralanıb? Hadruvran Şuşadı, bir də Füzuli. İndi bugünkü gündə ona baxan yoxdur. İndi o da 3 gündür, 4 gündür Bakıda Məşdağadadır. Gedirəm İcraiyyəmin yanına, İcraiyyə onunla zarafatlaşır, bununla zarafatlaşır, mən götürə bilmirəm, baxmırlar mən. 3 uşaq anasıyam, kasıb ailəyəm. Vəziyyət bu yerdədir. Uşaqların məktəbə getməməyindən nə Azərbaycan Təhsil Nazirliyi, nə Beyləqan rayonunun təhsil şöbəsi, nə məktəb direktoru maraqlanmır ki, bu uşaqlar niyə məktəbə gəlmirlər? Özü də 3 uşaqdır. Ailənin vəziyyəti bu yerdədir. Şahəddin bəy çox pisdir. Videodan da görürsünüz, durumları çox bərbad vəziyyətdədir. Bunların bir aldıqları dövlət tərəfindən o 80 manat qazi puludur. Bundan başqa heç bir köməklikləri yoxdur. Dövlət bunlara heç nə də yardım eləmir. İndi qazi özü də xəstəxanada yatır. İnanın, xəstəxanada yatanda da deyir, bütün ürəyim deyir, uşaqların yanındadır ki, mənim uşaqlarımın bir çörək almağa imkanları yoxdur. Onlar nə yeyirlər, nə içirlər. Fikrim deyir, ancaq onların yanındadır. Bu ailənin durumu bu vəziyyətdədir. Baxmır. İcraiyyəyə gedirəm, İcraiyyə mənə baxmır. Mən hara müraciət edirəm? Devlətimiz görsün ki, qazinin yaranın evi işi budur. Uşaqlar odur. Məktəbə getmir, eləmir.